Niyə sizi dəvət etmirlər bugün efirlərə? Bilirsiniz, bir təzə dəvət edirdilər. Bir-iki nəfər ifaçı gördülər ki, onların not savadı yoxdur. Hamısının ali savadı var, diplomu var. Böyük bir problemdir. Məsələn, ali məktəblərdə görürsünüz ki, uşaqlar imtahan verir, muğam fənnindən, dövlət imtahanı verir. Hamısını bir qıraqdan yazırlar, 5 və yaxud müsabiqə keçirilir, 9-10 bal hamısı alır. Adama çox təəccüb gəlir ki, necə olur bu? Və onların diplomuna da baxırsan, əksəriyyəti 4-5 ilə qutarıb. Onlara sual verin. Ümumiyyətlə, bu günləri, hələ bu dəqiqə çıxsa bir bayra. Bir nəfər yeniyetmə, 10-15-20 yaşında uşaq keçəndə çağırsa gəl, bir parça kağız qoyaq qabağına, bir qələm verək. Deyək ki, adın nədir, familiyan nədir, harada yaşayırsan, yaz olar hamısı. Yazacaq. Çünki orta məktəbdə keçiblər. Amma muğam ifaçısı bu günləri, xalq artisti olsun lap. Gəlsin ki, sən dövlət imtahanında nə oxumusan? Deyəcək, məsələn, çağırıya. Yaxşı oxumusan imtahanda, 5 almışam, deyir. Bir də oxuduğundan, hindi də yəqin muğam oxuyursan da. Bir şöbənin notunu yaz bura, görün, mən də öyrənim, sənin kimi oxuyum. Yaza bilmirlər. Deyəcək, bilmirəm ki, muğamı notla keçmirlər ki. Və sənin savadın var axı, kimi alladırsınız? Axı, bu da az da olsa 5 nəfər, 10 nəfər, 50 nəfər, 100 nəfər bu işi bilən adam var. Bu elmi bilən var. Adicə nəfəs almaq xanəndəlik sənətinə aiddir bu. Nəfəs almağı, nəfəsi düz almırlar. Mən kimə deyim onu? Müəlliminə deyimmi? 60 yaşında insanın müəllimi mi olar? Vallahi onlar çıxırlar efirdə bir yağ dediyim kimi elə danışırlar ki, güya muğamı bunlar elə yaxşı bilirlər ki, məsləhət verirlər. Toyları elə şişirdiblər, necə deyərlər, böyük bir səhnəyə çıxartıblar, güya toy böyük bir şeydir. O Sovet vaxtında yaxşı işlər də vardı, mənfi işlər də vardı. Toya gedən adamı dövlət konsertlərinə çox qoymurlar. Bəli. Akademik oxumaq, çalmaqla toyda çalıb oxumaq başqa idi.